2021-ci ildə Amerika Birləşmiş Ştatları qoşunları Əfqanistandan çıxarıldığı və Taliban qüvvələri paytaxt Kabulu ələ keçirib ikinci dəfə Əfqanistanda hakimiyyətini bərqərar etdiyi zaman İranda hökumət mediası sevincini gizlətməyərək Amerikanın Əfqanistandan qaçdığı barədə başlıqlar verirdi. Hətta dövlət televiziyası Amerikanın Əfqanistandan qaçışı adlı sənədli film də hazırlamışdı. Amma təqribən 3 il sonra İranın özü də eyni vəziyyətlə üzləşdi və uzun illər ərzində milyardlarla vəsait xərclədiyi və çoxsaylı qurbanlar verdiyi Suriyadan qaçmalı oldu. Suriyada Əsəd rejiminin süqut etməsinin birinci ildönümü ilə əlaqədar ortaya çıxan bir sıra faktlar və materiallar İranın sözün həqiqi mənasında bu ölkədən tələm-tələsik qaçdığını nümayiş etdirir. Hətta bir çox yerlərdə İran hərbçilərinin öz pasportlarını belə götürməyə macal tapmadığı aydın olur. Bu baxımdan France 24 telekanalı və Japan Times qəzetinin yenicə yaydığı "Hər şey bitdi. İran süqutdan bir neçə gün əvvəl Əsədi necə taleyin ümidinə buraxdı" başlıqlı birgə hesabat bir çox mətləblərin üzərinə işıq salır. Təsadüfi deyil ki, bu yığcam hesabat beynəlxalq aləmdə geniş marağa səbəb olub. O cümlədən fars dilinə tərcümə edilərək İranda da nəşr edilib. Hesabatda xüsusi diqqət çəkən və başlığa çıxarılmış cümləni də ehtiva edən bir epizod ötən il dekabrın 6-sında, yəni Əsəd hakimiyyətinin süqutundan 2 gün öncə baş verənləri əks etdirir. Dəməşqdəki təhlükəsizlik qərargahında xidmət edən və adının açıqlanmasını istəməyən Suriyalı zabit bildirib ki, bir gün əvvəl İrandan olan rəisi ona zəng vuraraq çox vacib məsələni müzakirə etmək üçün ertəsi gün Məzzə rayonundakı əməliyyat mərkəzinə gəlməsini tapşırıb. Sabahsı Hacı Əbu İbrahim ləqəbi ilə tanınan İranlı rəis görüşə toplaşan təxminən 20 Suriyalı zabit və əskərə onları şoka salan məlumat verərək deyib: "Bugündən etibarən Suriyada daha sepah olmayacaq. Biz gedirik." Qısa pauzadan sonra sepah zabiti əlavə edib: "Hər şey bitdi. Bugündən biz artıq sizin üçün məsuliyyət daşımırıq." Daha sonra o, Suriya hərbçilərinə məxfi sənədləri yandırmaq və ya başqa şəkildə məhv etmək, eyni zamanda kompüterlərdən sərt diskləri çıxarmaq əmrini verib. Suriyalı zabitin sözlərinə görə, bu xəbər İslamçı qüvvələrin böyük hərbi uğurlar qazandığı bir vaxtda verilib. Lakin yenə də onları təəccübləndirib. "Biz bilirdik ki, işlər yaxşı getmir, amma bu dərəcədə yox", deyə o əlavə edib. Hələbin cənubundakı İran qüvvələrinin yerləşdiyi əsas hərbi baza ərazisində döyüşmüş polkovnik Məhəmməd Dibo bildirib ki, üsyançıların hücumu nəticəsində şəhər süqut etdikdə İran qüvvələri döyüşü dayandırıb. Üsyançıların hücumunda iştirak edən və hazırda Suriyanın yeni ordusunda xidmət edən Dibo deyib ki, İran qüvvələri Əsəd ordusunun çox sürətli süqutundan sonra qəfil geri çəkilməli olub. Dibo əlavə edib ki, şəhərin süqutundan sonra təxminən 4000 İran hərbi qulluqçusu Rusiyanın Himemin bazası vasitəsilə İrana təxliyə edilib. Onun sözlərinə görə, digərləri quru yol ilə İraq və ya Livan vasitəsilə qaçıblar. Onların çıxışı o qədər tələsik olub ki, Hələb əyalətindəki bazaya girəndə İran zabitlərinə məxsus pasportlar və şəxsi sənədlər tapdıq. Onlar hətta bunları götürməyə belə vaxt tapmamışdılar. Qeyd edək ki, ötən il dekabrın 6-sında New York Times qəzeti də 3 İranlı mənbəyə və bir sıra yerli müşahidəçilərə istinadla İranın Bəşər Əsədi müdafiə etməyin mümkünsüzlüyü qənaətinə gələrək öz qüvvələrini Suriyadan çıxarmağa başladığını yazmışdı. Qəzet bildirirdi ki, Sepahın Qüds qüvvələrinin yüksək rütbəli zabitləri və Sepah komandirləri, İran diplomatik nümayəndəliklərinin əməkdaşları və onların ailə üzvləri, eləcə də bir sıra İran mülki vətəndaşları Suriyadan təxliyə olunur. İndi bir ildən sonra meydana çıxan faktlar bunun məhz belə olduğunu təsdiqləyir. Eyni zamanda həmin ərəfədə Suriyaya səfər edib Bəşər Əsədlə görüşdükdən sonra Dəməşqdəki bir restoranda nümayişkaranə şəkildə şaurma yeməklə Suriyada hər şey qaydasındadır mesajını verməyə çalışan İranın Xarici İşlər naziri Abbas Əraqçinin sadəcə fikir hazırlığını ortaya qoyur. Bu günlər İran mediası Əsədin son günləri ilə bağlı Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın açıqlamasını geniş şəkildə tirajlayıb. Fidan həmin dövrdə Türkiyə diplomatlarının İran və Rusiya təmsilçiləri ilə qapalı danışıqlar apardığını və proseslərə hərbi müdaxilənin mənasız olduğunu onlara anlatdığını açıqlayıb. O vurğulayıb ki, Əsədi himayə edən dövlətlər hərbi müdaxilə etsəydilər belə müxaliflər qalib gələcəkdir. Sadəcə bu, daha çox zaman alacaq və çoxlu qan tökülməsi ilə nəticələnəcəkdir. Fidan bildirib ki, İran və Rusiya şəraiti araşdırdılar və Əsədə dəstəyi davam etdirməyin anlamı olmadığını başa düşdülər. Biz onlara açıq şəkildə dedik ki, artıq istinad etdiyiniz bu adamın qalması üçün yer yoxdur və regiondakı şərtlər dəyişib, deyə Türkiyənin baş diplomatı əlavə edib. Əsəd dönəminin sonuncu baş naziri Məhəmməd Əl-Cəlali də dekabrın 9-da Əl-Ərəbiyyə kanalına verdiyi eksklüziv açıqlamada o zaman baş verən proseslər fonunda İranın Bəşər Əsədi taleyin ixtiyarına buraxdığını və öz qüvvələrini Suriyadan tələsik çıxardığını bildirib. Bir çox təhlilçilər Rusiyanın Bəşər Əsədin də Qəddafi və Səddamın taleyi ilə üzləşə biləcəyindən ehtiyat edərək onu Moskvaya qaçırdığını söyləyirlər. Hər halda bütün faktlar onu göstərir ki, İran rejimi 13 il
il davam edən müdaxilədən sonra Suriyadan əliboş və biabırçı şəkildə qaçmağa məcbur olub. Nəticədə onun milyardlar xərc etməklə qurduğu dırnaqarası müqavimət oxu da sarsıdıcı zərbə alıb. İranda bəziləri belə hesab edir ki, əgər İran Suriyada məğlub olmasaydı, bu ilin iyun ayında İsrailin İrana hücumu baş verməzdi. Amma əksinə, əgər İran rejimi regionda hegemonluğa can atıb, beynəlxalq nizama meydan oxumasaydı, bu işlər də baş verməz, İran əhalisi bugünkü çətin sosial-iqtisadi durumla üzləşməzdi. İranın siyasi, hətta dini dairələrində bu həqiqəti anlayanlar və dilə gətirənlər olub və var. İran əhalisi isə hələ neçə il öncə ölkə rəhbərliyinə Suriyanı boşla, bizim halımızı düşün şüarı ilə sözünü çatdırsa da xeyri olmadı. Necə deyərlər, it də getdi, ip də.